Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Çoxdandır ki, sizinlə belə rahat, xoş bir vlog paylaşmamışdım. Bugün qızımla birlikdə çox gözəl bir gün keçirdik və istəyirəm ki, hər anı sizinlə də bölüşüm. Geyimlərimizi dəst elədik, həm ana-bala çəkilişi, həm yeni il çəkilişi, həm də Nurun 3 yaş fotosessiyası üçün hazırlaşırıq. Hər ikimiz çox həyəcanlıyıq, məncə çox şirin görüntülər olacaq. Əslində çoxdandır niyə video paylaşmadığımı da sizə danışmaq istəyirəm. Hər şey adi bir soyuq dəymə kimi başladı. Biraz dərman, çay, istirahət öz-özünə keçər sandım. Amma elə olmadı. Öskürək gün-gündən ağırlaşdı, nəfəsim daralırdı, nə qəbul edirdimsə təsir eləmirdi. Axır ki, gecikdirdiyim həkimə getdim və məlum oldu ki, xəstəliyim artıq pnevmoniyaya çevrilib. İmmunitetim də çox düşmüşdü. Bu bir virusdur. Özünüzü və xüsusən də uşaqları çox qoruyun. Hal-hazırda müalicə alıram və şükür artıq özümə gəlmişəm, daha yaxşı hiss eləyirəm. Burada isə artıq yoldayıq. Bu gün çəkiliş üçün Yasamalda yerləşən Selfiland foto studiyasını seçmişik. Instagramda gördüyüm qədərilə dekorlar və sair çox qəşəngdir. Gedək görək əsl ablağa necə olacaq. Və nəhayət gəldik, çatdıq fotostudiyaya. Dekorları mən sizə necə deyim, necə başa salım, həqiqətən möhtəşəm idi. Yeni il üçün o qədər fərqli, zövqlü, işıqlı, nağıl sayağı güşələr düzəldiblər ki, girən kimi insanın ürəyi gedir. Açığı mən yeni ili çox sevirəm. O işıqlar, yolkalar, qırmızı yaşıl rənglər. Elə bilirəm ki, içimdəki uşaq oyandığı üçün daha xoşbəxt oluram. Bir gün inşallah yeni ilə Moskvada qeyd etməyi çox istəyirəm. Oranın işıqları, dekorları, atmosferi ayrı bir gözəllikdir mənə görə. Yeni il çəkilişinə getmək istəyən izləyicilərim varsa, könül rahatlığı ilə tövsiyə eləyirəm. Həm işçilər, həm də fotoqraf xanım çox mehriban idi. Uşağa yanaşması həqiqətən çox yaxşı idi. Və 3 yaş çəkilişi üçün də belə bir dekor seçmişdi. Amma Nur sağ olsun yenə də o məşhur anası sifətini işə saldı. Gülmək yox. Kamera görəndə elə bil ki, içindəki model aktiv olur. Amma gülmək yoxdur, ciddi baxışlar. Sanki hansısa jurnalın üz qabığına çəkilir. Məncə artıq o da bilir kameralara necə poz vermək lazımdır. Ne? Dilini sal içeri. Nur. Nur, mamaya bak. Nedir? Oy. Foto. Nur, hara gedirsən? Topa gedirsən? Hara gəldin Nur? Topa. Çəkilişimizi bitirdik, çox yorulduq və dedik ki, biraz da gəzək, günümüzü davam elətdirək. Zefir Mala gəldik, həm biraz dincəldik, həm də Nuru əyləndirdik. Və Zefir Malda təbii ki, birbaşa Maka Kids'də. Burada giriş bir uşaq üçün 15 manatdır və limitsizdir. İstədiyin qədər gir çıx, heç bir problem yoxdur. Bu çox rahatdır, çünki uşaq yorulub çıxır, sonra yenə enerjisi olur, bir də girir. Nur! Kalk, tut kalk. Neynirsən? Evinde o senin. Otur görüm. Hay can.
Oo. Ne güzel oldun. Burada həm də uşaqlar üçün ödənişsiz olaraq face art var. Nur pişik rəsmini seçdi və üzünə çəkdirib. O qədər sevindi ki. Biraz oynayandan sonra acıdığımızı hiss elədik və yaxında yerləşən Pizza Müze restoranına getdik. Nur üçün cırtdan uşaq menüsü, özüm üçün də nuggets və kola götürdüm. Nur, nə yemək istəyirsən? Nə yeyirsən? Nə? Donat. Baxdım. Nur, dadlıdır. Dadlıdır pizza. Hər dəfə Nurla yemək yeyəndə elə bir rəfiqəmlə görüşmüş kimi oluram. Artıq hiss eləyirəm ki, mənə başqa heç kim lazım deyil. Nur mənim həyatımın ən gözəl dostudur, rəfiqəsidir. Düşünürəm ki, Nur biraz da böyüyəndən sonra əsl rəfiqə kimi olacaq. Sən pişirsən? Pişirim pişirsən sən. Bığların adı bığların. Şişirsən. Pişik. Ay pişik. Yeməkdən sonra Nur yenidən oynamaq istədi. Təbii ki, icazə verdim. Ev görmüyor. Sürüşdün, yaxşı elədin. Daha sonra Əli və Nina mağazasına girdi. Yeni ilə ait çox gözəl əşyalar var idi. Dekorlar, oyuncaqlar, kitablar. Pişik olmusan pişik. Ne kazandın? Bakın. Oradan verdilər. Çıxanda isə 8 yaşında şirin bir qızdan bir buket aldıq. O qədər mədəni, o qədər şirin idi ki, bir buket alıb onu sevindirmək istədik. Yolunuz düşsə siz də alın. Düşünürəm ki, həyat heç də ədalətli deyil. Onun yaşıdları içəridə oynayarkən, o isə çöldə gül satıb pul qazanır. Və beləliklə günümüz başa çatdı. Əziz izləyicilərim, bugün bizimlə olduğunuz üçün çox sağ olun. Çoxdandır kamera qarşısında değildim, amma düşünürəm ki, bugün necə darıxdığımı az da olsa sizə çatdıra bildim.
Ümid edirəm sizin üçün də xoş bir vloq oldu. Sizə bol-bol enerji, sevgi və xoş günlər arzulayıram. Videonu bəyəndinizsə kanala abunə olmağı, şərh yazmağı və bizi dəstəkləməyi unutmayın. Növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın.